ما كتبت الشعر في أروقة القصور طالب الأجور. إن الله لا يستحي أن يضرب مثلا ما بعودة فما فوقها فأما الذين آمنوا فيعلمون أنه الحق من ربهم فأما الذين كفروا فيقولون ماذا أراد الله بهذا مثلا يضل به كثيرا ويهدي به كثيرا وما يضل به إلا الفاسقين. صدق الله العلي العظيم. Allah Müteal Bəqərə surəsinin 26-cı ayəsində neçə müddətdir bundan danışırıq ki, deyir, buyurur ki, mən bir azğınətdən misal getirməyə çəkinmərəm. İnnəllaha la yəstəhi ən yədribə məsələn mə bəudətən fəmə fəvqəha. Ondan da oynasından misal getirməyə çəkinmərəm. Bu misal vurmaq haqqında biz nə qədər danışdıq, ancaq bu mövzu geniş olduğuna görə və Qur'an-ı Kərimdə Allah Müteal çox misallar çəkdiyinə görə bu söhbətin üstündə qalmaq əhəmiyyətlidir. Çünki bəzi məsələlər çıxır ortalığa. O nə məsələlərdir? O kəslər ki, Peyğəmbərə etiraz edirdilər, deyirdilər ki, bu nədir? Bu iki tür etiraz var da. Biri var ki, niyə görə məsəl çəkirsən? Hələ sözlü danış da, məsəl çəkib vaxtımızı niyə aparırsan? Sən də biz bilərik. Və yaxud da məsəl çəkirsənsə, bu nə məsəldə çəkirsən? Biz bu haqda danışdıq. Ancaq bilmək lazımdır ki, bu etirazı edən insanlar hansı insanlar idi? O vaxt Peyğəmbərin zamanəsində küfr əhli, kafirlər iki qism idi. Bir bütpərəstlər idi, müşriklər, bir də əhli kitab idi. Yəni Peyğəmbərə etiraz edənlər. İki qövm idi. O ki, qaldı Allahı inkar edənlər, ateistlər filan, Peyğəmbərin zamanında onlar yox idi. Onlar sonradan çıxan insanlardır ki, onlar da kimlər tərəfindənsə hazırlanan insanlardır. Heç bir insan fitrən Allahı danmır. Onlar danırdılar məsələsini ahirəti. Allahı yox, ahirəti danırdılar ki, biz sümüyümüz çürüyəndən sonra kimdir bizi dirildən falan, belə sözlər deyilirdi. Amma Allahı birbaşa danan şəxsiyyət yox idi. Olsa da çox az miqdarda idi, onlar da normal insan sayılmırlar, onlar ruhu xəstələrdir. Məntiq bilən insanlar, normal şəkildə düşünə bilən insan, İki hissə idi, bir kafirlər idi, müşriklər, bir də əhl-i kitab idi. Onlar da haqqı dananlardı. Biz o mövzu haqqında danışdıq ki, kafirlərə cavab, müşriklərə cavab. Amma Allah Müteal burada, ümumiyyətlə Qur'anda əhl-i kitaba da bəzi cavablar verir. Çünki əhl-i kitab da Peyğəmbərə etiraz edirdi ki, bu nədir məsəl çəkmək, sözün qiymətini aşağı salar. Çünki Ərəbistan, ərəb dili, sözün o hökm elədiyi bir yer, sözə qiymət verənlər, orada xiridarlar, söz oynadanlar, ərəbin dili ki, icazə verir, belə ləfz-i qalil, mənayı kəsirə, az sözlə böyük mənanı əhatə eləməyə. Amma Qur'an görürsən ki, o qədər xırdalayır, o qədər təhlil eləyir hadisəni, insanlara misal vura-vura, adi şeylərdən misal gətirə, həqiqəti ki, bəyan eləyir. Buna bunlar yaxşı baxmırdılar ki, sözü qiymətdən salırsan. Və bu cür etiraz eləyən insanlara ümumiyyətlə iki cür cavab var. Bir nəqiz cavab var, bir həlli cavab var. İndi o haqda danışaq ki, ümumiyyətlə nəqiz cavab nədir, həlli cavab nədir? Əvvəl bunların arasındakı fərqi deyək. Nəqiz cavab o cavaba deyərlər ki, məsəl üçün, bir nəfər gedir, indi Allah sağlasın, yanında bir 10 dənə uşağı var, salıb yanına gedir. Bir nəfər deyir ki, o qədər uşaq olar. Amma o deyən adamın özünün bir 13 dənə uşağı var.
Bu onunla uşağı yanına salıb gedən adam ona deyir ki, sənin özündə bir vaqondur ki, mənə niyə deyirsən? Bax, bu cavaba deyərlər nəqiz cavab. Bir nəfər gəlir, bir nəfəri ələ salır ki, sən nütfədən əmələ gəlmişsən. Sən bəyəm gülabdan əmələ gəlmişsən. Hə? Buna cavaba deyərlər nəqiz cavab. Bir də var həlli cavab. Bir nəfər sənə etiraz edir, sən onun etirazını məntiqi yolla ona başa salırsan. Buna deyərlər həlli cavab. Məlum oldu, Allah mütəal bunların ikisinə də cavab verir. Həm nəqiz cavab verir, həm həlli cavab verir. O kəslər ki, etiraz eləyirlər ki, ümumiyyətlə bu nə olan şeydir? Bu səmavi bir kitabdır, bu bir ali kitabdırsa, burada misal vurmaq filan, belə xırda şeylərdən gətirib misal vurmaq, nə bilim, cücüdən, böcəkdən, quşdan, ağacdan, yarpaqdan, bu səmavi kitaba yaraşan bir şey deyir. Bu cür nə eləmək? Misal vurmaq. Və Allah mütəal bu cür insanlara bir əvvəla nəqiz cavab verir. Diqqət edin, nəqiz cavab nə idi? Sənin özündə də var bu şey. Buna nəqiz cavab verir. Özü də əhl-i kitaba cavab verir. Harada? Fəth surəsinin sonuncu, yəni 29-cu ayəsi, səhifə 515-dir. Uzun bir ayədir. Cavab verilir. Amma cavab verilənə qədər bəzi mühüm məsələlər var ki, Allah mütəal ora toxunur və biz də borc bilirik ki, ora toxunulan məsələləri sizi ilə bölüşək. Ayənin əvvəli Peyğəmbərimizin adı ilə başlayır. Qoy o bir kəlməni deyim, sonra mən sizə deyərəm, salavat zikr eləyərsiniz. Hələ tələsməyin. Deyir ki, ayənin əvvəlində Muhammedun Rasulullah, yəni Muhammed Allahın Rəsuludur, salavat zikr elə. Allah mütəal qeyd eləyir, Rəsulunu qeyd eləyir ki, bu şəxs mənim Rəsulumdur. Sonra darıcan deyir ki, vəlləzinə, o kəslər ki, məəhu, onunla bir yerdədirlər. Onun yan yörəsindədirlər, onu ilə bərabərdilər, onunla birlikdədirlər. Onlar necə adamlardır? Başlayır onun sifətlərini saymağa. Deyir, əşiddəu, sərtdirlər, şiddət sözündən. Əşiddəu aləl-küffar, kafirlərə qarşı çox şiddətlidirlər. Şiddətli sözünün, sərt sözünün mənasını başdan deyim ki, qarşılıq olmasın. Çünki bəzən dini sevməyən adamlar belə şeydən istifadə edirlər, bunu bu cür qələmə verirlər. Yəni, kafirə qarşı şiddətli, yəni onların təbiricən, o cahil insanların təbiricən, İslama düşmən çıxanların təbiricən, belə deyək, harada kafir gördün, Allah-u Ekber, yığ yeri kəs başını. Yox, bu o demək deyil. Əşiddəu aləl-küffar, o əşiddəu sözündən məqsəd budur ki, onlar kafirlərə etibar eləmirlər. Onlar kafirlərə uymurlar. Onlar kafirlərin feylinə, fitnesinə gedmirlər. Onları ciddiyyətdən kənar adam hesab eləyirlər. O məsələ budur. Onların feylinə uymurlar, onların fitvasına getmirlər. Onlara elə ciddiyyətdən kənar adam kimi baxırlar ki, elə danışırız için danışsınlar. İmkan vermirlər ki, onlar möminləri allasınlar. Bunlar kimlərdir? Peyğəmbərin yanında olanlar, Peyğəmbərlə bərabər olanlar. Əl-ləzinə məhu, kim ki, o kəslər ki, Peyğəmbərlə bərabərdir, bir yerdədir. Əşiddəu aləl-küffar, amma bir şey var. Rəhəmau beynəhum, mərhəmətlidirlər öz aralarında. Demək, Peyğəmbərin ətrafında olan, Peyğəmbər yaxşı insandır, yaxşı insan ətrafında yaxşı insanlardır. Onların xüsusiyyəti budur ki, kafirə qarşı sərtdirlər, imkan vermirsə, girsin bunların arasına, arasın, vursun, fitnə fəsad törəsin, bunlara imkan vermirlər. Öz aralarında nədirlər? Mərhəmətlidirlər. Hələ bu ayənin biz nəqiz cavabdan naşırıq,
Allah mütəal burada əhli kitaba nəqiz cavab verir, nə haqda məsəl vurmaq haqqında. Hələ o mövzuya gəlib çatmamışıq, amma bu haqda danışmaq lazımdır ki, görəsən biz Peyğəmbərlə bir yerdəyik, yoxsa yox. Biz doğrudan da biz müsəlmanlar eləyik, o cür adamıq. Biz kim olur olsun, öpürük, qoyuruq gözümüzün üstünə, amma özümüz ki, görəndə nə eləyirik? Biz deyirik. Biz beləyik. Ətrafında hər növ adam var, hamına da ehtiram bəsləyirsən. Nə bilim, şərab satanından, fəsad yayanından, narkotik qəbul eləyənindən, narkotik satanından, adam satanından, özün satanından tutmuş, hamına ehtiram eləyirsən, bir dənə amma namaz əhli, meçid əhli, özünkindən görəndə bırınlayırsan. Görəsən, biz eləyik. İnsan buna baxıb, bu güclüdür də, baxıb bir özünü düzəltməlidir ki, görəsən, mən düşmançılıq eləyim. Elə münafiqlərlə, elə fasiqlərlə münasibət qururlar ki, amma gəlir hansısa bir dindara, hansısa bir ruhaniyə gəlib çatanda, hələ bir qutuda ilan görürlər. Demək, Peyğəmbərin ətrafında o kəslərdir ki, əlləzinə məhu, o kəslər ki, onun ətrafındadır. Əşiddəu aləl-küffar, kafirlərə qarşı sərtdilər. Ruhəmau beynəhum, öz aralarında nədirlər, mərhəmətlidirlər. Diqqət edin, burada bir mövzud açılır. Tərahum, görərsən onları. Tərahum, təra görməkdir, görərsən hum onları. Tərahum, görərsən onları. Necə görərsən? Rükən succədən. Rükularda görərsən onları. Səcdələrdə görərsən o adamları. Kimləri? Peyğəmbər ətrafında olan adamları. O kəsləri ki, Peyğəmbərlə bərabərdirlər, o insanları sən ancaq rükularda görərsən, səcdələrdə görərsən. Yəni, nə deməkdir? Yəni, o deməkdir ki, hansı vaxtı baxsan görərsən ibadətdədir. O deməkdir, fəqət namaz qılır, yox ha. Rükən səccədən, bunlar hamısı rəmz olaraq deyilir ki, bir adamın Quran öyrətməyi özü bir ibadətdir, rükû səcdədir. Bir adamın dini təbliğ eləməyi, haçan baxırsan, görürsən, o adam yaxşı işdədir. Haçan dolanırsan, görürsən ki, o adamı pis bir yerdə, pis bir vəziyyətdə görməzsən. Haçan baxsan, onu yəni ibadət halında görərsən, o mənadadır. Rükən səccədən. Yəbtəğunə, sonra açır. Yəbtəğunə yəni tələb edirlər, axtarırlar, istəyirlər. Nə istəyirlər onlar? Fədlən minəllah, Allahdan fəzilət istəyirlər, fəzil qazanmaq istəyirlər. Sonra nə istəyirlər? Və ridvanən, və Allahın razılığını, ridvan, Allahın razılığına deyərlər. Və cənnətin adı nədir? Ridvandır. Yəni cənnətdə kimlər olar? Allahın razı olduğu şəxslər olar. Və ridvanən və Allahın razılığını, harada ki Allahın razılığı var, oraya gedirlər. Haradan ki Allah narazıdır, xoşu gəlmiyor yerlərdən, o yerlərə getmirlər. Və ridvanən. Sonra deyir, simahum, bu hansı sifətlər kimə aiddir? Peyğəmbərin yanında olanlara. Peyğəmbərlə daha doğrusu yanında olmaq o deməkdir, ora cismi olaraq, yəni məhu, onunla bərabərdilər. Deyir, simahum, sima sözü, biz başa düşürük ki, sima ancaq üzə sifətə deyərlər, yox, sima nişanəyə deyərlər. Sima isim sözündəndir, isim vəsmə sözündəndir. Vəsmə sözü yəni nişanə. Onların nişanələri, nişanları. Çünki bir adam üçün deyirlər ki, məsələn, haqqında, sənin simonda filan adam var. Yəni, səndə olan nişanələr kimdə varsa o adamlar. Sima o mənadadır. Deyir, simahum, onların nişanələri nədir? Fi vücuhihim, onların üzlərində min əsəri əs-sucud, səcdədən əsər var. Diqqət edin. Onların əlamətləri odur ki, Peyğəmbərlə bərabər olan insanın əlaməti yox. Onların üzlərinə baxanda bir nişanə var. Onların üzlərində səcdədən nişanə yanaqda olmaz ki, çənədə olmaz ki, burunda olmaz ki, alında olar da. Deyir ki, onların üzlərində səcdədən nişanələr olar.
Bu İranlılar demiş ki, bu mənim ağzımın sözü deyil. Mən şəxsən Ayətullah Məkarim ağadan, Allah onun vücuduna, elminə, bərəkət versin, ömrünə, onun sözüdür ki, heç bir xəlçəyə, parasa səcdə eləyən adamın alnında möhürdən, səcdədən iz qalmaz. Həmişə iz qalar neydən? Torpaqdan. Yəni, bu da bir işarələrdən biridir. Fi vucuhihim min əsəri sucud. Onlarda bir nişanə olar ki, onların üzlərində səcdədən nişanələr olar. Sonra gəlirik həmən dediyimiz mövzunun üstünə. O mövzu nə idi? Əhl-i kitaba nəqiz cavab vermək ki, bizə deyirsiniz, bu nə təşbih, ümumiyyətlə təşbih nədir? Sizin özünüzdə var. Deyir ki, Zalikə məsəluhum. Onların məsəli belədir. Harda? Fit Tevrat. Tevratda. Və məsəluhum. Və onların məsələ fil İncil və İncildə belədir. Diqqət edin. Onların məsəli Tevratda da var, İncildə də var. Nə məsələdir? Allah Tevratda, İncildə o cür insanlar üçün, o mömin insanlar üçün necə məsəl vurub? İndi diqqət edin. Kəzzər'in. Zər'ə əkinə deyərlər. Zəra'ə. Kəzzər'in. Bir əkin misalındadılar onlar. Bu əkin misalında nə var? Əxrəcə, hansı ki çıxardıb, şətəhu, öz tumurcuqlarını. Əkin yerindəki əkirsən birinci cücərir çıxır ha. Öz cücərtilərini şətəhu, yəni cücərtilərini çıxartıb. Fə əzərəhu və onu neyniyib? Genişləndirib, böyüdüb, boya başa çatdırıb, yekəldib. Fəstəqləzə və qəlizləşdirib, qalınlaşıb. Fəstəvə dayanıb, ələ suqihi, gövdəsinin üzərində, ayaqlarının üzərində. Demək, onlar bir əkinə bənziyirlər ki, onlar cücəriblər, böyüyüblər, qalınlaşıblar və öz gövdələri üzərində elə dayanıblar ki, yu'cibu, təəccübləndirirlər kimi əz-zurra'a, əkinçilərin özlərini. Diqqət elə, Allahın vurduğu məsələ var. O insanlar, Peyğəmbərlə bərabər olan insanlar, həmişə ibadətdə olan insanlar, Allahın fəzlini və razılığını hər yerdə axtaran insanlar belə insanlardır ki, bir əkinə bənziyirlər. Toxumları cücərib, qalxıb, böyüyüb, yoğunlaşıb, o yerə gəlib, çatıb ki, əkinçi özü məətəl qalıb ki, bu haçan böyüdü, bu nə boyda oldu? Əkinçilərin özlərini neyniyir? Təəccübdə qoyur. Özü də niyə görə səbəbin deyir? Li yəğiza, ki qeyzləndirsin. Yəni, onlar əsəbləşsinlər. Kimlər? Bihumul küffar. Bunu ilə kafirlər əsəbləşsinlər ki, bunlar haçan inkişaf elədilər? Bunlar nə boyda oldular? Bunlar necə çoxaldılar? Mən həm istəyirəm bunlar azalsınlar, mən həm mani oluram, mən həm mərdim azalçılıq eləyirəm, bunlar ged-gedə neynirlər, çoxalırlar. O bütün qurumlar İmam Hüseyn hərəkatının qabağını istədilər, alsınlar. Abbasilərin vaxtında neçə dəfə Kərbəla dağıdıldı, Kərbəlaya gedənlərin əlini ayağını kəsdilər, eydam elədilər, neynədilər, heç cür qabağını ala bilmədilər. Başladılar hər hansı vasitə ilə bunu vurmağa, tənqid elədilər, təhqir elədilər, zəhərlər qatdılar. Amma indi heç dünyanın heç bir ziyarətgahından o qədər adam gəlmiş ki, Ərbəyində nə qədər adam var. Heç cür bunun qabağını almaq olmur. Deyir, bunlar elə qalxdılar, elə inkişaf elədilər ki, hətta təəccübləndi kimlər? Bütün əkinçilər ki, bu nə olan şeydir? Bunu Allah niyə görə elədi? Li yəğizə bihimul küffar. Kafirləri heyrətə salsın. Kafirləri həyacana salsın. Kafirlər əsəbləşsinlər bundan. Və burada bir məsələni də qeyd eləmək istəyirəm ki, burada Ayətullah cavabda amili bu haqda belə bir şeydir ki, bu əkin ki, birdən belə qalxdı, bu cür inkişaf elədi. Bu inkişaf üçün bir iqlim lazım idi. O iqlim Peyğəmbərin o ecazkar nəfəsi idi.
Əhl-i Beytin o ecazkar nəfəsi, iqlim nədir? Ab-ı hava. Peyğəmbərin və Əhl-i Beytin o ecazkar ab-ı havası idi ki, mən buradan misal Kərbəladan gətirdim, indi Peyğəmbərimizdən misal gətirək. Peyğəmbərimiz elə bir zamanda Peyğəmbər oldu ki, ərəblər bilirsiniz necə yaşayırdı, nə tərpənirdi, onu yiyirdilər. Haşarat haşaratlığı ilə ərəbin yanından keçə bilmirdi. Həqiqətən bunlar çəyirtkənin yuvasına girə bilirdilər, çəyirtkənin yuvasına. Peyğəmbəri ələ salanda deyir ki, biz cəhənnəmə girməyəcəyik, filan. Deyir, o çəyirtkənin yuvasına necə girirsiniz, cəhənnəmə nə girəcəksiniz, deyirdi Peyğəmbər. Nə ilan, nə dana kişi, nə dozanqurti, nə kərtənkələ mümkün deyildi ki, bir tərpənən cücü keçəydi, ərəb onu yeməyəydi. Bu mümkün olan şey deyildi. Və heyvanlarda da bir xüsusiyyət var. Harada ki, təhlükə var, nə eləməzlər? Orada olmazsa, oradan kənar. Harada sakitçiliyi var, gedib yuvalarını orada qurarlar. Harada biri ərəb yaşayırdı, haşarat belə gəlmirdi ora. Bu dərəcədə bir vaxtda bu cür vəhşi ərəbin arasında Peyğəmbər öz ecazkar nəfəsi ilə gəldi. İndi sonuca baxın, nəticəyə baxın. Nə ilə nəticələndi bu? Onu ilə nəticələndi bu iş ki, indi ərəb elə bir vəziyyətə gəlib çıxıb ki, ehram bağlayır ərəb. Və bilirsiniz də, həc mərasimində ov qadağandır. Ehramda ov ovlamazlar ki. Heyvanlar da bunu hiss eləyir. Təsəvvür elə, Kəbədən, Məkkə ətrafında bütün ərəblər ehram bağlayıblar, sağ, sol, ceyran, züyür gəzir orada. Ərəbin yanından ceyran belə naz eləyə keçir, ərəbin nişanına yoxdur. Bir dənə Peyğəmbər o ecazkar nəfəsi ilə, ilıq nəfəsi ilə neynədi? Qış gecəsini yaza çevirdi. O məsələ budur, o əkinin birdən-birə boy atmağı filan, sən təsəvvür eləginən ki, diqqət eləginən ki, bir neçə ilin ərzində, düzdür Peyğəmbər dünyasında yaşayandan sonra, bir 10 il ərzində İslam haralara getdi, çıxdı. Dünyanın yarısından çoxu nə oldu? İslam imperiyası oldu. Düzdür, imperiya oldu, amma İslam oldu da. İndi o tərəflərə gedib çıxmıyor. Çünki ayənin əvvəlində buraxdığımız səhv var idi ya, ki, əşiddə o minəli küffar, kafirlərə şiddətli olmaq, əşiddə və ələli küffar, kafirlərə qarşı şiddətli olmaq, rühəma-ı beynəhum, öz aralarında mərhəmətli olmaq, bu yox idi. Bu müsəlmanda heç vaxt olmayıb. Və bu müsəlmanda olmadığına görə tam inkişaf eləyə bilmədi. Ya eninə inkişaf elədi, uzununa inkişaf eləyə bilmədi, ya da uzununa inkişaf elədi, neynədi? Eninə inkişaf eləyə bilmədi. İşlər tarix boyu baxdın, kafir qaldı bir qıraqda, Yəhudi qaldı bir qıraqda, Xristiyan qaldı bir qıraqda, Qaragün müsəlman başladı bir-birini qırmağa. Nə boyda imperiyalar gəldi yüzə? Nə bilim, Şah İsmailgillə Osmanlılardan tutmuş, nə bilim, kimlər, halbuki birləşsəydilər, bəlkə nəsə eləyərdilər. Ən azından, heç olmasa, mən demirəm, tam birləşib qardaş olsunlar, bu mümkün olan şeydir. Heç olmasa, düşmənə qarşı neylərini göstərədilər, güclərini göstərədilər. Bu olmadı. Çünki bu ayənin əvvəlində Seyyid Əzim rəhmətli demişkən, bu səri çeşmə əzəldən bulanıb, ey qafir, gör ki, mən tabe olubsuz, süzə Mövla kimidir. Ona görə, gəldi nəticədə nə qədər olmasa Allah Teala İslam'a elə bərəkət verdi, elə o fəth eləyə İslam nə boyda böyüdü. Və bu bütün küfr əhlini nəyə saldı? Həyazana saldı. Deməli bu ayədə Fəth surəsinin sonuncu 29-cu ayəsində Allah Teala əhl-i kitaba nə verir? Nəqiz cavab verir. Siz demirsiniz ki, bu təşbih nədir getirirsən? Bax, özümüzdə var təşbih. Sizin özümüzdə, İncildə və Tövratda bu Allahın Quranda gətirdiyi təşbih var. Əkindən cücərdilər, qalxdılar, gövdələri üstündə möhkəm dayandılar ki, kafirlər qorxuya düşsünlər. Bu təşbih deyir, İncil və Tövratdadır, Allah deyir. Deməli, bunların özlərinə deyir ki,
siz bizə etiraz eləyə bilməzsiniz. Sizin özünüzdə də bu təşbih var. Deməli, bu nəqiz cavabı idi. Qaldı həlli cavab. Amma həlli cavaba qalanda məsələ nədir? Həlli cavaba qalanda isə diqqət eləyin bu məsələyə. Artıq sizin kitabınızda da varsa bəhanə nə qalır? Diqqət eləyin. Bəhanə o qalır ki, yaxşı, bizim kitabımızda olmağına var, amma bizim kitabımızda heç olmasa əkindən, biçindən Allah misal vurur. Siz haşaratdan misal vurursunuz. Bu cür nə etiraz edə bilərlər? Allah-u Teala onun üçün Quranda nə qədər cavab verir? Bu işlərin həlli cavabı. Bunu tək əhli kitab demir ya, bunu kafirlər də hətta bu haqda danışmışıq, toxunmuşuq bu məsələlərə. Amma bir məsələni də deyim, bu mövzunu qapıyaq. Yəni, məsələ nədir? Deyir ki, sən ağzı qəmətdən misal getirirsən. Neydən misal getirim? Məsəl üçün, götür ağzı qəmətdən böyüyünə, fildən gətir misali. Ağzı qəmətdən fili qoyaq biz üzböz. Hələ bu qalsın bunlar üzböz, qaydağa görə Quranda böyük məsələlərlə, kiçik məsələlər haqqında Allah Teala nə deyir? Kiçik məsələlərdən biri yaradılış nöqteyi nəzərlə, yəni varlıq, varlıqlar cürbəcürdür. Varlıq var ki, konkret olaraq vücuddur, özü də şeyun, bir şeydir. Elə varlıq var ki, adı var, özü yoxdur. Elə varlıq var ki, məsələn, zəif varlıqdır. Ona deyərlər şeyun zəifun. Məsəl üçün, kölgə. Diqqət edin. Və yaxud zülmət. Zülmət deyilən bir şey yoxdur da. Nurdan xali qalan şeyə zülmət deyərlər. Elə də danışmışıq bu haqda. Kölgənin özü yoxdur əslində. Kölgə o şey deyərlər ki, günəşlə yerin arasında, neyinsə arasında bir maniyə olur. Günəşin şüası düşməyən yer olur, nə? Adını qoyuruq kölgə. Yoxsa kölgə deyilən bir şey yoxdur axı. Yəni, bir var şeyun zəifun, bir də var la şeyun. O şey yoxdur. La şeyun, laş sözü var, leş sözü ondan da, o ərəb sözü, leş. La şeyun. Yoxdur bu şey. Əslində yoxdur, bunun adı var. Kölgəlik var. Amma kölgəlik, oturub diqqət ver, kölgəlik özü nədir? Günəşin düşmədiyi yer. Düzdür, sən orada günəşin yandırıcı şüalarından daldalanırsan, sərinlənirsən. Bu daldalanmaq, bu sərinlənmək nəyin nəticəsidir? Günəşin düşməməyinin. Nəsə onun qabağını alır. Ağacdırsa ağac alır qabağını. Adamdırsa adam alır qabağını. Divardırsa divar alır qabağını. Dağdırsa dağ alır qabağını. Amma kölgə adında bir varlığı gəlsin, diyansın, günəşin qabağında ki, diyan sən saçma bura işığı, mən burada vəziyyətə baxacağım, elə bir şey yoxdur. Kölgə deyilən şey yoxdur. Kölgə əslində olmağına var, amma neyinsə günəşdən xali olan hissəsinə deyərlər kölgə. Yəni, zəif bir varlıqdır. Demək olar ki, yox dərəcəsindədir. Hətta zaman kimi. Zaman özü də yoxdur. Zaman da əşyaların hərəkəti ilə ölçüb bitirik. Zaman adında məfhumu biz yaradırıq da. Zaman adlı bir şey yoxdur ki. Və onlar da bir-birlərinə, kölgə və zaman bir-birlərinə varlıq cəhətdən çox oxşadıqlarına görə zamanı nə ilə ölçürdülər qabaq? Hələ kölgə ilə ölçürdülər. Və bu zaman məsələsi ki var, bu kölgə məsələsi, Allah Teala kölgə üçün deyir ki, Allah Summa qabaznahu ileynə qabzən qəsira. Biz onu yığışdırdıq özümüzə tərəf çox rahatlıqla. Niyə bu kölgədir də? Kölgəni yığışdırmanı, günəş zaten qalxır, düşür, kölgə öz-özünə yığılır, uzanır. Allah deyir, bunu axsanlıqla neynədik? Biz bunu özümüzə qarşı yığışdırdıq. Gözəl. Yaxşı, biz zəif şeydən bir misal çəkdik. Bir dənə qəliz bir şeydən misal çəkək. O qəliz şeyin dünyada ən böyük, ən dəhşətli bir kölgə xırda şeydir. Onun müqabilində ən böyük, necə ki ağcaqanətin müqabilində fildir ya. Xırda şeyin müqabilində xırda hadisə, kölgənin itməyi xırda hadisədir. Kölgənin müqabilində hansı hadisəni deyir? Qiyaməti deyir. Ondan böyük hadisə yoxdur ki.
Qiyamət. Yəni nə? Qiyamət yəni nə? İzə şəmsu kuvvirat və izən nücum inqadarat. O da dağılıb, günəş, ay, heç nə qalmayıb, yer, göy, sirkələnib, aləm deyib bir-birinə. Və duqqətə, dəqqətən vahidə. Deyib bir-birinə, yer, göy, bir dəfə deyib bir-birinə, hər şey məhv olub, heç nə qalmayıb. Ən böyük hadisə nədir? Belə bu. Qiyamət. Qiyamətin bir adı nədir? Həşirdir. Həşir nədir? Cəmaatı bir yerə yığmaq. Diqqət elə. O qədər çətin işdir. Biz cəmaatı bir yerə yığa bilirik? Yox. O Peyğəmbərin qoyduğu bu qanundur ki, cümə hamımız yığılmışıq. Bundan başqa nə yığa bilər bizi bir yerə bu cürlə? Heç bir şey. Bir məclis eləyirsən, ada filan kəsə dedin, xəbərçiyə xəbər elədin, dəvətnamə vurdun, elan verdin, filan elədin. Cəmaatı bir yerə yığmaq üçün nə qədər əziyyət çəkilir. Amma Allah Teala üçün cəmaatı bir yerə yığmaq heç nədir. Bir dənə qanun qoyub cümələr məsələsini insanlar yığılır. Heç kəsi də qeyb şəxsən çağırmırsan, insanlar özləri gəlirlər. Və Allaha misal nə deyir, o yığılmaq barədə gəlirlər, kafirlər Peyğəmbərə deyirlər ki, əgər biz daha sümük olan sümüyümüz sürgəndən sonra kimdir bizi dilildən filan budur, kimdir bizi bir yerə yığan, ələ ulu babalarımız, mən filan babam filan yerdədir, bunu necə tapacaqsınız, yığacaqsınız? Allah-u Teala cavab verir ki, Peyğəmbərə deyir ki, qul deginə, innəl əvvəlinə vəl-əxirin, ləməcmuunə ilə miqati yevmin məlum. Onları müəyyən bir gündə bir yerə nə edəcəyik? Yığacaq. Necə yığılacaq? Xəbərçiyə xəbər eləyəcək, getəcək, qapı-qapı çağıracaq. Yox. Və nufixə fis-sur. Surə bir dəfə üfürüləcək. Bir dəfə surə üfürüləcək. Və nufixə fis-sur fəizahum minəl əcdasi ilə Rabbihim yansulun. Və Rəblərinə doğru qəbirlərindən çıxıb axışıb gedəcəklər. Ya veylənə, mən bəsənə, min mərqədinə. Vay olsun bizə, kim durğuzdu bizi qəbrimizdən, yatdığımız yerdən. Yəni, bütün bu hadisə ki, bizə necə həşəmətli, əzəmətli gəlir, Allah Teala bu iş üçün deyir ki, zalikə həşrun, bu bir həşirdir, bu bir qiyamətdir, aleynə yesira, bizim üçün bu çox asandır. Kölgəni yığışdırmaq üçün də Allah dedi asandır, qiyamət üçün də dedi Allah asandır. Deməli, Allah üçün fərqi yoxdur. Ya ağzı qənətdən misal götürsün, ya fildən. Allah üçün fərqi yoxdur ki, ya kölgəni yığışdırsın, ya bütün dünyanı qiyamət günü yığıb yığışdırsın. Niyə? O bizi üçün böyük fərqi var. Bizi üçün ağzı qənətdən film fərqi var. Bizə desələr ki, bir dənə ağzı qənətdən danış, məsələn üçün, ya onu düzəld, ya fili deyər ki, fil üçün çox material sərf olunacaq, bu biraz bahadır. Ancaq Allah üçün, çünki biz hərəkət eləyirik, biz enerji sərf eləyirik, biz material sərf eləyirik. Allah bunu eləmir. Bəs Allah nə edir? İzə iradə şeyən, bir şey üçün iradə eləyir. Ən yəqulə ləhu onun haqqında deyir, kun fəyəkun, o şey olur və salam. İndi o adamlar ki, misal vurmağa ələ salırdılar ki, bu misal vurmaqla olan şeydir. İndi bu hadisə üçün bir dənə misal vurum, sizin üçün tam aydın olacaq ki, Allah üçün nə qədər asandır. Allah bu dünyada onun misalını qoyub, bəli qoyub. Biz də iradə eləyə bilirik. İndi mən sizdən bir dənə axırıncı xaşimdir, bu birinci mövzunun axırıncı xaşi deyirəm sizə. Hamımızın beynimizdə bir damla təsəvvür eləyin. Yaradın beynimizdə bir damcıq, bir damla. Yaratdınız o bir damlanı, hindi isə bir dənə dərya yaradın beynimizdə təsəvvür eləyin. Onu da yarad. Kim əziyyət çəkdi bunun üçün? Yox, dərya çoxdur, yox, mən eləyə bilməyəcəm, yox, tərləyirəm, yox, çox iş görüm, yox, elə deyir axı. Kim bunun üçün əziyyət çəksə, mən sonra hörmətini eləyərəm. Yəni, dursun, düşün ki, yox, mən burada əziyyət çəkdim, yox, dəryada çox iş tərf elədim. Yox, necə ki, sənin təsəvvüründə iradə eləyirsən bir damla yaratmağına, bir dəniz yaratmağın sənin üçün heç bir fərqi yoxdursa, Allahın da
ağcaqanadla fil yaratmaqda və yaxud onlardan misal gətirməkdə heç bir fərqi yoxdur. Və sözümün sonunu onu ilə bitirirəm ki, İmam Sadiq əleyhissalama bu haqda sual verdilər. Dedi, siz elə bir ibrət gözü ilə baxın, ağcaqanada da baxın, bir fili də təsəvvür ediyorum, ona da baxın. Eynən fil xortumu ilə hansı işi görürsə, ağcaqanada xortumu ilə həmən işi görür. Allah üçün heç bir fərqi yoxdur onu yaratmaqla bunu yaratmaqda. Çünki Allah zaten bu üçün nə hərəkət eləyir, nə enerji sərf eləyir, nə ondan bir şey azalır, nə də artır.